İran rejimi çökmə üzrədir. Etirazlar ölkənin bütün 31 vilayətini bürüyüb. Minlərlə insan küçələrdə Xameneyə ölüm şüarları səsləndirir. Kəşfiyyat məlumatlarına görə isə Xameneyinin artıq Moskvaya qaçış planı hazırdır. Bu vəziyyət Rusiya üçün kabusdur. Çünki İran Moskva üçün sadəcə müttəfiq deyil. İran, Rusiyanın hərbi maşınını qidalandıran silah fabriki. Əsədin Suriyada devrilməsindən sonra isə Rusiyanın əlində qalan son böyük regional tərəfdaşdır. Zelenski bunu X platformasında ən açıq şəkildə ifadə etdi. İranda gedən kütləvi etirazlar bir şeyi göstərir. Rusiyanın yükü daha da ağırlaşacaq. Vicdanlı hər kəs İran xalqının bu rejimdən azad olmasını arzulayır. Bu rejim Ukraynaya və başqa ölkələrə saysız-hesabsız bəlalar gətirib. İndi tarixi bir andır. Dəyişiklik mümkündür. Dünya bu fürsəti əldən buraxmamalıdır. Dövlət liderləri və beynəlxalq təşkilatlar müdaxilə etməli. İran xalqına ölkəni bugünkü hala salanlardan xilas olmaqda kömək etməlidir. Hər şey başqa cür ola bilər. İndi əsas sual budur. Rusiya İranı niyə itirməkdən bu qədər qorxur? Və bu, niyə düşündüyümüzdən də daha vacibdir. Rusiya Ukraynaya qarşı müharibədə İran istehsalı olan Şahid 136 kamikadze dronlarından istifadə edir. Bunlar ucuz, amma son dərəcə ölümcül silahlardır. Minlərlə ədəd istehsal olunur və kütləvi şəkildə buraxılır. 2022-ci ildən etibarən Rusiya bu dronları birbaşa İrandan idxal edib. O dövrdə hər bir dronun qiyməti təxminən 200 min idi. 2023-cü ildə Moskva ilə Tehran arasında 175 milyardlıq razılaşma imzalandı. Məqsəd Şahid dronlarının Rusiyanın Alabuka zavodunda istehsalı. Bu anlaşmadan sonra istehsal kəskin şəkildə artdı. Ukrayna kəşfiyyatının məlumatına görə Rusiya hazırda ayda 5500-dən çox Şahid dronu istehsal edir. 2025-ci ildə isə Rusiya Ukraynaya qarşı 38 mindən çox İran mənşəli Şahid dronu buraxdı. Qiymət də kəskin düşdü. İndi Rusiya yerli istehsal olan hər dron üçün cəmi 70 min ödəyir. Bu açıq-aşkar tükəndirmə strategiyasıdır. Dronların 75%-i vurulsa belə, bu Moskva üçün problem deyil. Çünki Ukrayna üçün onları məhv etmək Rusiyanın istehsal etməsindən qat-qat bahalı və çətindir. Kütləvi say üstünlüyü hava müdafiəsini yükləyir, sistemləri tükəndirir, şəhərləri daimi təhlükə altında saxlayır. Bütün bunlar İran rejiminin birbaşa sayəsində mümkün oldu. Tehran Rusiyaya sadəcə dron vermədi, çertyojları, texnologiyanı və istehsal sirlərini ötürdü. Bu isə müharibəni uzadan, daha dağıdıcı və daha qanlı edən əsas faktorlardan biridir. Amma söhbət təkcə şahidlərdən getmir. İran müharibə başlayandan bəri Rusiyaya 3 milyard dollar dəyərində yüzlərlə raket satıb və Ukraynanı qərb hava hücumundan müdafiə sistemlərinə qarşı yeni silahların sınaq poligonuna çevirib. Silah axını iki istiqamətdə gedir. İran da Rusiyadan hərbi texnologiyalar və sistemlər alır. Bu ayrı-ayrı sövdələşmələr deyil. Bu, bir-birini gücləndirməyə yönəlmiş, vahid, koordinasiyalı strategiyadır. Bir il əvvəl Rusiya və İran 20 illik hərtərəfli strateji tərəfdaşlıq sazişi imzaladı. Bu saziş silah ticarətini, kommersiyanı, energetikanı, maliyyəni və dekabr ayından etibarən hərbi əməkdaşlıq planını əhatə edir. Məsələ yalnız Ukrayna deyil, bu qərbə yönəlmiş bütün ölkələrə qarşı qurulan geosiyasi oxdur. Hər iki dövlət bir-birindən qərb sanksiyalarını aşmaq və təzyiq mexanizmi kimi istifadə edir. Hərbi tərəfdaşlıq isə bu hekayənin sadəcə bir hissəsidir. Rusiya və İran dünya logistikasını dəyişdirə biləcək ticarət dəhlizi yaradır. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Rusiyanın qərb sanksiyalarını dolanmaq üçün əsas planıdır. Mexanizm belə işləyir. Uzunluğu təxminən 4500 mil olan bu dəhliz Sankt-Peterburqu Azərbaycan, Xəzər dənizi, İran üzərindən Hindistan limanları, o cümlədən Mumbai ilə birləşdirir. Dəmir yolu, avtomobil və dəniz nəqliyyatı vahid konsorsium çərçivəsində bir sistemə bağlanır. Hazırda Rusiyanın ixracı Türkiyənin nəzarətində olan Qara dənizdən, oradan Aralıq dənizi və Süveyş kanalı vasitəsilə həyata keçirilir. Yeni dəhliz isə bu marşrutları arxa plana ataraq qlobal güc balansını sakitcə, amma köklü şəkildə dəyişməyə hesablanıb. Bu marşrut daha uzundur, daha bahalıdır və geopolitik risklər səbəbindən qeyri-sabitdir. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi isə məsafəni 40%, xərcləri isə 30% azaldır. Moskva ilə Mumbai arasındakı tranzit vaxtını Süveyş kanalı ilə müqayisədə 40% qısaldır. İran prezidenti Pezeşkiyan yanvar ayında bunu Putinə açıq şəkildə dedi. Bu layihəni hər həftə izləyirəm. Bu cümlə onun həm Tehran, həm də Moskva üçün nə qədər həyati əhəmiyyət daşıdığını göstərir.
Dəhliz artıq təxminən 75% hazırdır. Keçən il yükdaşımalar 19% artaraq 27 milyon tona çatıb və artım sürətlə davam edir. Rusiya və İran Xəzər dənizində konteyner gəmiləri konsorsiumu yaratmağı planlaşdırır. Marşrutun əsas nöqtələrində iri logistika hubları inşa olunur. Qazaxıstan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələri bu şəbəkəyə inteqrasiya edilir. Son məqsəd isə açıqdır. Rusiya bu dəhlizi sanksiyalara məruz qalmış neft və qaz məhsullarını Qərbin nəzarətində olan dəniz yollarından uzaq marşrutlarla daşımaq üçün istifadə etmək istəyir. Keçən il Putin Rusiyadan İrana illik 55 milyard kubmetr ötürmə gücünə malik iri qaz kəmərinin tikintisini elan etdi. Bu qaz İranlılar üçün deyil. Axı İran dünyanın ikinci ən böyük qaz ehtiyatlarına malikdir. Qaz İran ərazisindən tranzitlə keçərək digər müştərilərə, məsələn, İran-Pakistan qaz kəməri vasitəsilə yönləndiriləcək. Rusiya üçün bu təkcə iqtisadi layihə deyil, bu yaşamaq məsələsidir. Qərb sanksiyaları Rusiyanın qlobal bazarlara çıxışını kəsib. Şimal-Cənub xalq nəqliyyat dəhlizi isə birbaşa alternativ təqdim edir. Sanksiyalardan qorunan Cənubi Asiya, Yaxın Şərq və potensial olaraq Afrikaya uzanan yeni ticarət marşrutu. İran bu sxemdə təsirini gücləndirərək Rusiya ilə qlobal Cənub arasında əsas qovşağa çevrilir. Bu isə tranzit rüsumları, ticarət dövriyyəsinin artması və ciddi strateji üstünlüklər deməkdir. Vaşinqton vəziyyəti diqqətlə izləyir və ciddi narahatdır. Əgər İran rejimi ayarda qalsa, bu dəhliz Rusiya və İrana qarşı sanksiyaların təsirini zəiflədə, regionda güc balansını dəyişə bilər. İran Rusiya üçün sadəcə tranzit ölkə deyil, o həm də Moskvaya açıq qalan son iri investisiya tərəfdaşlarından biridir. 2022-ci ildə Gazprom ilə İranın milli neft şirkəti arasında 40 milyard dollarlıq memorandum imzalandı. Gazprom bu vəsaiti İranın neft və qaz yataqlarına yatıraraq ölkənin enerji sektorunu inkişaf etdirməyi planlaşdırırdı. İnvestisiyalardan əldə edilən gəlirlərdən sonra tərəflər yeni razılaşmalar da bağladı. Bu razılaşmaların sırasında 2020 TƏSE adlanan ərazidə neft yataqları üzrə 4 milyard dollarlıq müqavilə də var. Beləliklə, söhbət təkcə ticarətdən və logistikadan getmir. Burada sanksiyalara qarşı qurulan paralel sistem, Qərbin təsir dairəsindən kənarda formalaşan yeni iqtisadi və geosiyasi reallıq yaranır. Və bu reallığın mərkəzində İran dayanır. Səbəb sadədir. Rusiya və İran dünyada ən çox sanksiyaya məruz qalan ölkələrdir və iqtisadiyyatlarını ayarda saxlamaq üçün bir-birinə dayaq olmağa məcburdurlar. Amma burada daha dərin, daha təhlükəli bir proses gedir. Rusiyaya İran təkcə dronlar, ticarət və investisiyalar üçün lazım deyil. Avtokratlar bir-birini qoruyur. Bu, hakimiyyətlərin yazılmamış qanunudur. Son illərdə Rusiya nələri itirdi? Buna baxmaq kifayətdir. 2024-cü ilin dekabrında Suriyada Əsəd rejimi devrildi. Bu, Rusiya və İranın yaxın şərqdəki əsas dayağının çökməsi demək idi. Cənubi Amerikada isə Nicolas Maduro'nun Venezueladakı diktaturası süqut etdi. Rusiyanın daha bir müttəfiqi tarixə qarışdı. İndi isə növbə İrana çatıb. Putin müttəfiqlərinin bir-bir necə yıxıldığını görür və bunun nə demək olduğunu anlayır. İran rejiminin çökməsi Rusiyanı yaxın şərqdə son böyük tərəfdaşından məhrum edər. Silah tədarükünü kəsər və Moskvaya qarşı izolyasiyanı daha da dərinləşdirər. İran Rusiyaya ideoloji cəhətdən yaxındır. Onlar qonşu olmasalar da, Qafqaz və Mərkəzi Asiyada tarixən rəqib olublar. İranın qəfil Rusiyaya qarşı mövqe dəyişməsi Kremlin strateji hesablamalarına ağır zərbə vurardı. Amma daha qaranlıq bir senari da var. Putin yaxşı anlayır. Əgər daha bir avtokrat xalq etirazları ilə devrilərsə, bu presidentə çevrilər. Bu isə sübut edər ki, kütləvi etirazlar diktaturaları yıxa bilir. Putin məhz bundan qorxur. Bu nümunənin yayılmasını istəmir. Çünki Moskvada Tehranla bağlı xəbərləri eşidənlər bir gün eyni sualı verə bilər. Bəs biz niyə bacarmayaq? Rusiya İranın etirazlarını zorla boğmaqda çətin ki, real kömək göstərə bilsin. Moskva Ukrayna müharibəsində artıq ciddi şəkildə tükənib və yaxın şərqdə hərbi müdaxilə imkanına malik deyil. Üstəlik, Rusiya ilə İran arasında imzalanmış sazişdə qarşılıqlı müdafiə maddəsi yoxdur. Bu o deməkdir ki, tərəflərdən heç biri daxili böhran zamanı digərinə yardım göstərməyə borclu deyil. Kreml üçün yeganə real dəstək forması sığınacaq verməkdir. Necə ki, vaxtilə devrilmiş rejimlərin nümayəndələri üçün bunu edib. Rejim çökəndə Moskva bir növ son dayanacağa çevrilir. Təhlükəsizlik zəmanəti sadədir. Hakimiyyəti itirsən də, ömrünün qalan hissəsini Moskvada sakit keçirə bilərsən. Yanvarın əvvəlində The Times yazırdı ki, Xameneyi təhlükəsizlik qüvvələri etirazçıların tərəfinə keçəcəyi halda qaçış planını artıq hazırlayıb.
Xameneyi və onun ətrafındakı təxminən 20 nəfər, o cümlədən oğlu Müçtəba, Moskvaya qaçmağa hazırdı. Bir anlıq düşünün. 1989-cu ildən bəri İrana rəhbərlik edən ali dini liderin cibində Rusiyaya bilet var. Bəs İran rejimi devrilsə nə baş verər? Rusiya üçün bu tam miqyaslı fəlakət olar. Dron tədarükləri dayanacaq, şimal-cənub nəqliyyat layihələri iflic olacaq. Çünki dəmir yolu, tranzit qovşaqları və logistika üçün stabil İranlı tərəfdaş qalmayacaq. Bu halda Kreml təkcə müttəfiqini deyil, bütün region üzrə qurduğu strateji arxitekturanı itirəcək. Və bəzən bir rejimin süqutu başqa bir rejimin qorxulu gələcəyinin aynasına çevrilir. Rusiya yaxın şərqdə strateji təsirini itirir və bu hələ hər şey deyil. Əgər İran rejimi devrilsə və yeni hökumət dünya tərəfindən tanınsa, sanksiyalar ləğv oluna bilər. Bu isə İran neftinin ixracının kəskin artması deməkdir. Nəticə aydındır. Neft qiymətləri düşər, Rusiya iqtisadiyyatı isə ağır zərbə alar. Məhz buna görə Moskva İran xalqının açıq etirazına baxmayaraq, mövcud rejimin sağ qalmasını ümidsizcəsinə istəyir. Kreml Tehran təbliğatını təkrarlayaraq xarici müdaxilə nağıllarını dövriyyəyə buraxır. Çünki Rusiya bu münasibətlərə həddən artıq çox sərmayə qoyub və onları itirməyə hazır deyil. İndi isə Xameneyi tək qalıb. 28 dekabrda iqtisadi problemlər, rekord inflyasiya və milli valyutanın dəyərdən düşməsi ilə başlayan etirazlar çox qısa müddətdə rejim dəyişikliyi tələbinə çevrildi. 9 yanvara qədər etirazlar ölkənin bütün 31 vilayətini bürüdü. Ən azı 62 nəfər həlak oldu. Onlardan 48-i etirazçı idi. Xameneyi interneti kəsdi, beynəlxalq zəngləri blokladı. Etirazçıları Trump və İsrail ilə əlaqələndirməkdə ittiham etdi. Amma reallıq daha sərtdir. İran zəifləyib. Yaxın şərqdəki proksi qüvvələri ya məhv edilib, ya da təsir gücünü itirib. Rusiya və Çin kifayət qədər dəstək verməyə hazır deyil. Xalq isə artıq yorulub. Bu sadəcə bir etiraz dalğası deyil. Bu illərlə bastırılmış qəzəbin səthə çıxmasıdır. Və tarix göstərir ki, belə anlarda rejimlərin taleyi küçələrdə yazılır.